Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə çox ləzzətli, rəngli, dadlı, asan başa gələn və çox ləzzətli bir plovun hazırlanmasını paylaşacağım. İnşallah ki, sizin üçün də xeyirli və yararlı bir videolar. Ən əsas da yemək yeməyən uşaqlar üçün xüsusilə vurğulayıram ki, o qədər ləzzətli bir yemək olacaq, o qədər ləzzətlə yeyəcəklər ki, hər gün sizdən məhz bu plovdan hazırlamanızı istəyəcəklər. İndi keçək hazırlama qaydasına. Lazım olan ərzaqları videonun alt bölümündə qeyd edəcəm. İlk öncə düyünü bişirmək üçün su qoyuram qaynamağa. Su qaynadıqdan sonra qazana duz əlavə edirəm. Daha sonra təmiz axar suyun altında yuduğum düyünü qaynar suyun içərisinə əlavə edirəm. Düyünü o qədər təmiz yumalısınız ki, düyünün suyu bulanıq olmasın, şəffaf olsun. Və düyünü qazana əlavə edib 6-7 dəqiqə qaynadıram. 6-7 dəqiqə qaynatdıqdan sonra xırda doğradığım kökləri suya əlavə edib düyü ilə bir yerdə qaynadacağam. Haçan ki gördünüz ki, düyü iki barmağınızın arasında çox yaxşı, rahat əzilə bilir, yəni qırıla bilir, onda demək ki, artıq düyünü süzmək vaxtıdır. Düyünü süzüb kənara qoydum. Tavaya düyünü, yəni dəmləyəcəyim tavaya kərə yağı əlavə edirəm. Üzərindən bir qədər duru yağ əlavə edirəm. Yağın əriməsini gözləyirəm. Yağ ərdikdən sonra toyuğun filesini xırda doğrayıb, demək yağın içərisində bir 2-3 dəqiqə qovururam. Daha sonra ətin üzərinə bir qədər duz və sarı kök əlavə edib 1-2 dəqiqə də qovurduqdan sonra süzdüyüm düyünü toyuq ətinin üzərindən əlavə edirəm. Demək, bir qat düyü əlavə edirəm, bir qat yaşıl qarıq, şirin qarğıdalı və zirinc əlavə edirəm. İndi deyirsiniz ki, zirincin burada nə kimi bir rolu var? Zirinc qarıqla qarğıdalı həm yumuşaq, həm şirin bir dadları olduğuna, zirinc bu plova o qədər gözəl bir dad verir. O qədər belə yediyiniz zaman o zirincin turş məzəliyini ki, hiss eləyəcəksiniz. İnanın, çox sevəcəksiniz. Yəni, zirincsiz hazırlamayın da, belə deyim. Düzdür, zirincsiz də çox dadlı olur. Dəfələrlə hazırlamışam. Amma zirinci mütləq və mütləq əlavə edin. Zirinc hər yerdə satılır. Bahalı bir, yəni belə deyim də, meyvə qurusu da deyil. Yəni alıb istifadə edə bilərsiniz. Həm də çox xeyirlidir, bu arada qeyd edim. Zirinc Rusiyada, yəni xaricdə yaşayan izləyicilərim üçün deyim ki, barbaris deyə satılır. Quru meyvələr, çərəzlər olan dükanda hər yerdə var. Və beləcə qat-qat plovumun hamısını yığdım və ən sonda üzərinə bir qədər də belə deyim də 50 qram kərə yağını kubik doğrayıb yerləşdirirəm. Üzərini salfetlə və yaxud da çay dəsmalı ilə bağlayıram. Qəşəng qoyuram bir 35-40 dəqiqə ərzində adi normal dəm almağa. Qazın da dərəcəsini çox az vamxodda qoyuram ki, düyü yaxşı dəm ala bilsin. 35 dəqiqədən sonra inanın, evi elə gözəl bir ətir bürüyür. Çox gözəl bir ətri var bu plovun. Dadı isə möhtəşəmdir. Həm gözünüzü oxşayacaq yediyiniz zaman, həm belə deyim, mədənizi oxşayacaq yediyiniz zaman. Çox, amma çox dadlı bir plovdur. Tövsiyə edirəm ki, hər biriniz hazırlayasınız. İnanın, hər gün hazırlayacaqsınız. Yəni o qədər dadlı və ləzzətli bir plov versiyaya gəlir. Düyü, baxmayaraq ki, yerli astara düyüsü idi, yəni uzun düyü deyildi. Buna baxmayaraq yenə də dən çox ləzzətlidir, çox artımlı düyüdür, bu arada qeyd edir.
Alın hazırlayın siz də. İnşallah ki peşman olmarsınız. İnşallah ki dediyim qədər də bu plovdan ləzzət alarsınız. Ən əsası da odur ki, uşaqlarınız o evdə yemək yeməyən belə əsəblə, hirslə uşaqları ki yedirdirsiniz ha. İnanın ki bu plovu hazırlayın, qoyun uşaqların körpələrinizin qarşısına. O qədər doya-doya, o qədər zövqlə yeyəcəklər ki, özünüzə belə ləzzət edəcəkdir. Bu qədər. Göz haqqınızı halal edin. Allah hər kəsin süfrəsini bol ruzu bərəkətli etsin. Heç kimin gözü, heç kimin qazanda qalmasın inşallah. Kanalımı bəyənirsinizsə, kanalıma abunə ola bilərsiniz. Videomu bəyəndinizsə, like edərək kanalıma dəstək ola bilərsiniz. Şərhlərinizi oxumaq hər zaman mənim üçün xoşdur. Sağ olun, salamatla qalın.